Hə uşaqlar, indi də Çağırca əfsanəsini sual-cavab edək. Kimdən başlayaq? Firuzə səndən başlayaq. Başlayaq, beşlə. Beləliklə, deməli, deyirəm ki, bu əsər bir alim haqqında məlumatla başlayır. Doğru yoxsa yanlış? Bəli. Bir alim haqqında məlumatla. Hansı məlumatı, nə deyir? Yəni bir şeydə da, kənddə də alim varmış. Yəni savadlı. Qədim zamanlarda deyir bir alim yaşayardı. Hə. Öz əməlləri ilə xalqın rəğbətini qazanmışdı. Hə? Və alimin də sorağı deyir, ölkənin hökmdarına da çatır. Və sual düşsə ki, hadisələr nə zaman baş verir? Cavabı nə olar? Qədim zamanlarda. Görmüşsən, deyir, qədim zamanlarda. Qədim zamanlarda baş verir, bəli. Və deməli, hökmdar nə edir? Bax, bu hökmdara xəbər verirlər ki, bəs belədir, bunun şöhrəti yayılır. Xəbər verirlər deyəndə bunun şanı şöhrəti yayılır. İki alim yazsın onun sarayında oldu. Aha, bəli, sarayda qalmağını istəyir də onu, düzdürmü? Və nə məqsədlə, niyə və nəyə görə? Alimin biliyinə görə də, yəni tanınmış alimdir, istəyirdi ki, onu da ona İstətərdi, həm də o alim onun sarayına gəlsəydi, beləcə insanların hökmdara da rəğbəti artardı. Çünki deyərdilər ki, ən azından elmə, biliyə, savada, alimə dəyər verir ki, onu öz sarayına dəvət edir. Düzdür? Yəni, hökmdar özü də bu addımı atanda xalqın gözündə ucala bilərdi. Və ona görə bu addımı atdı. Hə, bəs alim necə qəbul elədi bu dəvəti? Yox, birinci möhlət istədi ondan, sonra dedi ki, yox da qəbul etmək istəmirəm. Deyir, neçə gün ona möhlət verdilər? Aha. Sonra da dedi ki, alim, yəni sizin sarayınızda məndən daha biliklər mən istəmirəm. Deyir ki, daha dərrakəli deyir, alim lazımdır sizin saraya. Yəni mən o səviyyədə deyiləm. Doğrudan mı? Düz deyirdi? Yox. Sadəcə getmək istəmirdi. Bir bəhanə gətirirdi, bəli. Şah bunu necə qarşılayır? Qəzəblə. Aha. Və düşünür ki, bu onun səxavətini qiymətləndirməyib. Və onu necə adlandırır? Nankör adlandırır. Aha, hökmdar nə edir? Vəziri çağırır və cəzalandırmağını istəyir. Sonra vəzir deyir ki, cəzalandırmayaq da, ondansa yəni cəza deyəndə ki, deyir bir tədbir gör bununla bağlı, nə məsləhət görürsən? Vəzir də deyir ki, alimin əslində canlı olduğunu sübut edir də. Xalq arasında gözdən salır. Ay sağ ol. Sual hazırlamaq üçün şahdan neçə gün möhlət istərdi? 40 gün möhlət istərdi. Aha. Və hökmdar və vəzir sualları necə verirlər? Birinci nə edirlər? Birinci onu çağırırlar. Adamları yığırlar meydana. Sonra ona deyirlər ki, sən də... Bax, indi bu cümləni məhz hökmdar bu sualı verir. Bu ifadəni, sual demək, bu ifadəni, bu cümlələri məhz hökmdar işlədir, yoxsa vəziri. Sən öz əməllərinlə xalqı aldadırsan. Orada yazır, ha, sən öz əlaməliyinlə xalqı aldadırsan. Uşaqlar, bu arada əlaməllik nədir? Yalancı alim, yalancı alim. Bəli, bunu belə. Yəni, yalancı alimliyi ilə deyirsən, cəmaatı aldadırsan. Bunu hökmdar deyir, bəli. Və deyir, vəzirim suallar hazırlayır. Bəli, sonra vəzir ona başlayır sualını deməyə. Deyir ki, o deyir, Uludağda deyir... Uludağın başından buraxılmış bir qoz. Deyir, neçədə? Zümzümə bulağına qədər neçə dəfə fırlanır. Aha, yaxşı, qoy indi Ayşə suallarıma cavab versin. Alimin cavabı nə olur? Alim də deyir ki, sən mənə dağın nə qədər maili olmasını, qozun həcmini deyir, bir də bulaqdan, dağdan bulağa qədər nə qədər məsafə olduğunu deyir. Aydındır və bu cavab qarşısında ətrafdakıların reaksiyası necə olur? Ətrafdakılar İnsanlar onu alqışlayırlar. Aha, da təəccüblənir. pərt olur. Aha, bəli. Vəzir hazırladığı digər sualları verirmi? Verir. Nəyə görə? Deyir ki, də bu hamısını bilir, gördü ki, bilir. Bəli, özləri qəbul etmək istəmədilər də, bilmirəm, ona görə, düzdür. Yaxşı, alim evə getmək istədi, cəmaat nə etdi? Cəmaat onu bir çarvana qoşdu, qoymadı elə getsin. Qoymadılar. Aha, nəyə görə bunu elədilər? Bildilər ki, hökmdar gəlin onu nəsə eləyərdə, onu burada İntiqam ala bilər, düzdür. Aha. Və alim hansı təklifi irəli sürür? Alim deyir ki, mən sizinlə bir şəhərlə gedirəm ki, gəlib bu zımbırları, dəvələr buradakı zımbırları dəyişdirəm. Kərvan başçısı bununla razılaşırmı? Razılaşır. Səbəbini soruşurmu? Soruşmadan nə bilir? Soruşur. Alimin də cavabı olur ki, zınqrovların səsindən ecazkar musiqi yaradacağım və musiqi onları ölümdən qurtaracaq. Soruşur və o da cavablandırır. Yaxşı, və musiqi necə yaranır? Ecazkar bir musiqi yaranır. Dəvə yeridikcə zınqrovlar bir-birinə dəyir, səslənir və nəticədə ecazkar bir musiqi yaranır. Bəli. Və indi bu musiqinin gəl təsirindən danışaq. Musiqinin təsirindən. De görüm, musiqinin səsindən vəzdə gələn nə idi? Quşlar, Rəqs edən,
ya ağacın yarpaqları. Yarpaqları. Yenidən ləçəklənən güllər. Ay sağ ol. Və deməli belə. Saraya çatan hökmdar həmin dəqiqə əmr verir. Əmri nə olur? Deyir ki, alimi tapmayacaq. Aha, tapa bilirlərmi? Onlar da geridən tapırlar, o musiqi səsindən Evinə gedirlər, birinci tapa bilmirlər. Bir böyük atlı göndərir arxasınca və atlılar da karvana çatanda bu musiqinin təsirinə düşürlər, düzdür? Və həmin o karvana yaxınlaşa bilmirlər və başqa bir səmtə üz tuturlar. Sanki alimi əsir etməyə gələnlər nə edirlər özləri? Alimin yaratdığı ecazkar musiqinin əsrinə çevirirlər. Bəli. Və sonra heç nə, bir vaxt ayrılırlar ki, başqa bir yerə gəlib çıxıblar. Deməli, şifahi ədəbiyyat, yazılı ədəbiyyat. Həyat əks etdirmə üsulu. Epik növdədir. Yaxşı, deyirəm ki, əsərin yazıldığı janr epik növün ən qədim janrıdır. Aha, əsərin yazıldığı janrın 3 növü var. 4 növ var. Hansılardır? Zoonimik, etnonimik, kosmogonik, toponimik əfsanələrimiz var. Bəli, düzdür. Deyirəm ki, əsərin yazıldığı janr həm nəzmli, həm nəsrli olur. Əfsanələr nəsrli olur. Bəli. İri həcmli əsərdir. Xeyr. Əfsanədir, rəvayətdir. Bunlar yığcam. Əfsanə və rəvayətin fərqini də görək. Əfsanələrdə daha çox sehir birləşdiricidir, amma rəvayətlərdə daha çox Əfsanələr başdan başa uydurmadır, hə? Amma rəvayətlərdə müəyyən qədər də olsa reallıq var, bəli. Əsərdə təsvir, tərənnüm aparıcıdır desək, təhkiyə, vacib xəttinə malik olan bir əsərdir desək, bu doğru cavab olar, düzdür. Əxlaqi tərbiyəvi mövzuda yazılmış, ictimai xarakterli bir əsərdir desək, niyə ki? Başqa nə mövzudadır? Əlbəttə, əxlaqi tərbiyəvi eyni zamanda ictimai mövzuda yazılmış bir əsərdir. Bu doğru fikirdir. Aha, bəs özgəyə quyu qazan özü düşər. Atalar sözü. Bu əsərin ideyası kimi səslənə bilərmi? Səsləşərmi ideyası ilə? Səsləşər də. Bunu tutmaq istəyirlər, özləri isə belə deyim də, o qurduqları təliyə özləri düşdülər. Hələ o musiqinin təsiri məsələsi yox. İstəyirlər ki, bunun yalançı alim olduğunu sübut eləyərlər, bunu cəmaatın gözünə salırlar, amma özləri biabır oldular. Bax, bu nöqteyi nəzərdən deyə bilərik ki, hə, başqasına quyu qazan özü düşər, deyə bilərik, düzdür. Və deməli. İndi bu əsərdə qaldırılan problem nədir? Problem nədir bu əsərdə? Nəyi problem görə bilərik? Problem kimi götürə bilərik? Bəli. Hökmdarın alimi insanların gözündən salmaq niyyəti. Bu əsərdə qaldırılan bir problemdir, düzdür? Və sonra, indi baxın, xalqın rəğbətini qazanan, gözü tox obrazda alim, gözü tox deyəkmi? Bəs alimə cəsarətli deyə bilərikmi? Cəsarətli deyə bilərik, düzdür. Sonra bəs hökmdara zalım, bəs elmə biliyə dəyər verən? Xeyr, dəyər vermir. Başqa bir mənfi obraz kimdir bu əsərdə? Onun vəziridir, düzdür. Onda hökmdarla vəzirin orta cəhəti nə ola bilər? Haqsızlıq edirlər, bir də elmə, sənətə dəyər vermirlər, düzdürmü? Yəni, alimin elminə dəyər versədilər, ona qarşı bu adımı atmazdılar, düzdür. Bəs yaxşı, elmə dəyər verən hökmdar obrazına hansı əsərdə rast gəlmişik? İndiyənə qədər keçdiklərimizdən. Elmə dəyər verən hökmdar obraz. İskəndər, əlbəttə. İkinci hissəsində yığmadı mı alimləri ətrafına? Düzdür? Bu da düzdür. Sonra, bəs yaxşı, ağılsız vəzir obrazına Səməd Vurğunun hansı əsərində rast gəlmişik? Ağılsız vəzir. Ay, sağ ol. Qacarın vəziri var idi, ha. Eləcə deyirdi. Nə deyirdi? Sizdə ədalət də, buyruq sizinkidir, adil hökmdar, sizdə ədalət də, fəzilət də var, belə bir şey deyirdi, bəli. Ona görə o da ağılsız idi. O sözlərinə görə ümumiyyətlə ağılsız idi, düzdür. Sonra başqa suallar verək bu əsərlə bağlı. Kimə sual verək? Sənə sual verək? Müşah bəy, sənə sual verək. Deyirəm ki, Şah Firavan saray həyatını qiymətləndirilməməsini nankorluq hesab etdi. Doğrudur. Şah özünü səxavətli sanırdı. Bəli. Orada deyir ki, alimin cavabı, dikbaşlığı, açıq sözü hökmdarı hissləndirir. Şah səxavətinin, Firavan saray həyatının qiymətləndirilməməsini nankor. Deməli, Şah özünü səxavətli bilir, düzdürmü? Bəs yaxşı, alim dikbaşlıdır. Alim açıq sözlü idi.
Alim vəzirin sualına cavab tapa bilmədiyi üçün ölkədən getməyə qərarı alır. Təbii ki, bu yanlışdır. Əfsanədə xalqın elm adamlarına məhəbbəti əks olunur. Cəmaət ona dəyər verir axı. Demək ki, bu doğru fikirdir. Hökmdar alimin qüdrətini xalqa göstərmək üçün ona suallar vermək istəyir. Bəli, onu yalancı çıxartmaq istəyir, düzdür. Nəyə görə alimi evə getməyə qoymurlar dedik? Dedilər ki, hökmdar gəlsənə nə ki, intimamızda. Aha, biz dedik ki, musiqinin səsindən vəzdə gələn nə idi? Quşlar. Rəqs edən yarpaqlar, yenidən ləçəklənən nə idi? Güllər, bu da düzdür. Kimlər daha doğrusu alimin yaratdığına özləri əsir düşdülər? Hökmdar deməyək, arxasınca gedən atlılar. Arxasınca gedən atlılar.